Salam əziz 5-cilər. Bugün sizlərə 5-ci sinif ingilis dili dərsliyinin 2-ci hissəsindən səhifə 91-dəki tapşırıqların izahını verəcəm. Bugünkü dərsimiz can modal feildir. Bildiyimiz kimi can modal feili bacarmaq mənasını bildirir. Affirmative, yəni təsdiqdə can, negativ inkarda isə cannot işlənir. Sual və inkarı özü ilə düzəlir. Gəlin birinci tapşırığımıza baxaq. Deməli, üçüncü şəxsin təkində ingilis dilində feillərimiz s qəbul edir. Amma biz can modal feili, gəlin bir kiçik xatırlatma eləyək. Modal feillər özlərindən sonra feillər necə qəbul edirdi? S olmadan, to olmadan, feillərin sonunda ing olmadan, id olmadan. Ona görə normalda he plays deyiriksə, əgər burada can yazırıqsa, olacaq he can play. Plays istifadə eləməyəcək. He can play. She can play. İnkarda can not. Short forms, yəni qısa versiyası isə olacaq can't. Bu qədər sadə. Keçək ikinci tapşırığımıza. İkinci tapşırığımızda deməli boşluqları ya can-lə ya da cannot ilə birləşdirəcəyik. Daha doğrusu dolduracağıq. Əgər feilin qarşısında təsdiq işarəsi varsa, cümləmizi təsdiqdə yazırıq. Əgər feilin qarşısında x işarəsi varsa, onu cannot ilə, yəni ki, inkarda yazacağıq. Məsələn, ikinci cümləmizdə walk sözün qarşısında x işarəsi var. Deməli, indi biz burada yazacağıq. Can't walk. İndi walk yerləşmədi bura. Eyb yox. She, indi surf'ün qarşısında təsdiq işarəsi var. She can surf. Dördüncüdə x işarəsi var. Cümləmiz inkardadır. They can't eat. Beşinci cümləmizdə təsdiq işarəsi var. Cümləmiz təsdiqdədir. Bizim notla işimiz yoxdur. You can dance. Ümid edirəm ki, uşaqlar buradan yazdığımı başa düşəcəksiniz. Altıncı cümləmizdə yenə x işarəsi var. Cümləmiz inkardadır. We can't ice skate today. Və bizim aşağıda yes no question'ımız var. Biz yes no question hansı sual cümləsinin ikinci adı adlandırırdıq? Ümumi suallar. İngilis dilində ümumi suallar deyirdik ki, general question. İkinci adı yes no question idi. Çünki onların cavabında ya hə deyirdik, ya yox deyirdik. Short for answers da onların qısa cavablarıdır. Deməli, belə bir kiçik xatırlatma da eləyək ki, sual cümləsini nə ilə veririksə, yəni sual cümləmiz nə ilə başlayırsa, cavabı da həmin başladığımız sözlə bitiririk, yəni qaytarırıq. Əgər hə cavabını verirsə, yes, məsələn, I can, you can, she can, fərq yoxdur. No-da isə no, she can't, no, I can't və s. kimi cavablandırırıq. İndi isə keçək üçüncü tapşırığımıza. Üçüncü tapşırığımızda bizə bir dənə qrafa verilibdir. Buna deməli baxıb, buna əsasən özümüz sual cümləsini düzəldəcəyik və sual cümləsini düzəldikdən sonra da verilmiş sxemə əsasən özümüz onu cavablandıracağıq. Deməli, sual verəndə modal feillərin özü ilə sual verdiyimizə görə birinci boşluğun hamısında can olacaq. Gəlin can yazaq. Birinci gəlin verilmiş nümunənin özünə baxaq. Can Martha play volleyball? Deməli, Marta'nın qarşısında x işarəsi var. No, she can't. Can Louis play volleyball? Deməli, Louis oynaya bilir. Yes, he can. Can Martha and Louis run fast? Run fast. Cəld qaça bilirlər. Deməli, hər ikisi təsdiqdədir. Yes. İndi cəmlik olduğuna görə, he və she and-nə verildiyinə görə biz ona they ilə cavab qaytarırıq. Yes, they can. Üçüncü sualda, can Martha dance? Martha rəqs eləyə bilir. Təsdiq işarəsi var. Nə verəcək? Yes, she can. Can Louis dance? X işarəsi var. Bunu da düzəldək. Can Louis dance?
No. Louis oğlan adı olduğuna görə he can't. Yadda saxlayın uşaqlar. Heç vaxt yes he can't və yaxud da no he can elə cavab verə bilmərik. Bəzən uşaqlar deyir müəllimə, burada no var. Niyə biz burada təzədən not işlədirik? Çünki o burada bizim bir dənə vergül işarəmiz var. Bu bizim qısa cavab şəklimiz belə olur. Yəni narahat olmayın. Belə halda burada no, vergül, sonra not işlədə bilərsiniz. Keçək sonuncu 4-cü tapşırığımıza. Bu şifahidə uşaqlar, bu deməli öz yoldaşlarınızdan can modal feilinə istifadə eləməklə yoldaşlarınıza sual verə bilərsiniz. Məsələn, can məsələn yoldaşınıza deyə bilərsiniz. Can you dance? Can you run fast? Can you ice skate? Onlar da qısa şəkildə məsələn no I can't və yaxud da yes I can deyə cavab verə bilərlər. Bugünlük izahımız bu qədər. Növbəti səhifələrin izahında görüşmək ümidi ilə.